Tələbəm Aysel xanımla bugün şəhər daxil sürmə dərsimizdəyik. Aysel, artır yavaş-yavaş. Gecikmə. Bax, Dərnəqülləyə hal-hazırda Ziya Bünyadov prospektindəyik. Bu yolu sürmənin özü belə bir diqqət tələb edir, bir peşkarlıq tələb edir. Düzgün sürməkdən yəni təbii ki. O körkəran sürənlər nə var ki, iki zolaq yolda üçüncü zolağa əmələ gətirirlər. Onlardan söhbət getmir. Bax, burada maksimum diqqətli olmalısın. Ara məsafəni qorunmalısan. Görürsən, qəflədən gördün necə dayandıq biz. Onlar qəflədən tormozladılar. Ara məsafəsini qorunmasaydıq, biz onu vurardıq, arxadakı bizi vurardı. Zəncirvar qəzaya səbəb ola bilərdik. Təəssüflər olsun ki, burada çoxlu olur zəncirvar qəzalar. Ona görə də ara məsafəsini qorumaq şərtdir. Ayağını qazan çək, görürsən, eniş var. Afərin. Tələsmə, qoy özü axsın avtomobil. Lazım olsa azaldacaqsan, lazım olsa artıracaqsan. Əlaçısan. Bax, mən səni müdaxilə edirəm, özün sürürsən, əllərini çəkirəm, simanı çəkmirəm. Özünü necə seyirsən? Çox yaxşı. Maşallah sənə. Siz sağ olun. Siz də sağ olasınız, Aysel xanım. Heç vaxt rol arkasında oturmamış birisi üçün mükəmməl bir iş başarmışsınız. Sağ olun, var olun. İşimiz budur, əzizim. Bax, əzizim, narahat olma, daha yaxşı olacaq. Hələ dərslərimiz davam edir, biraz artır. Bax, şərait var da artır. Bax, qırmızı maşın çıxdı. Heç də olmaz. Çıxdı, biz uzaqdaydı, o da çıxdı. Bacarıqlı sürücü çıxdı. Heç də olmaz. İndi bax, məsafəmizi qoruyaq. Nə məsafəni çox aşmayaq, yəni aralı çox saxlamayaq, nə də çox yaxınlaşmayaq. Bax, bu məsafən idealdır. Biraz öz yolumuza qaydaq. Bax, təkərlərimiz sağ zolaqda qalacaq da bizim. Qalıb bu zolaqda. Yadınızda da Aysel xanım, siz dərslərə başlayanda birinci, ikinci dərsdə həyəcan çox idi falan deyirsiniz. Hətta müəllim çox çətindir, qorxuram falan, alınacaq, alınmayacaq. Bilirdim, üstümə gəlirlər. Ay, sağ ol. Amma bugün sən bu qədər maşın içərisində sürsən, özə Dərnəqüldə sürsən hal-hazırda, şəhərin ən çətin yollarında sürdürmüşəm sənə, Yasamalda da sürdürmüşəm sənə. Yəni, bu düzgün metodikanın nəticəsidir ki, biz səni birdən-birə yola çıxarmadıq. Birinci meydança ətrafında, sonra gərgin azonkuslarda sürməyi öyrətdik. Sonra çıxdıq yola. Artıq o qorxunu daşımısan, şükürlər olsun Allaha. Şükür olsun. İndi mən çəkiliş dayandırıram, amma dərsimiz davam edir. Özün yaxşı deyirsən? Çox yaxşı. Allah razı olsun sizdən. Sizdən də Allah razı olsun. Sağ olun.